baxın, uyğunluğu müəyyən edin. Uzlaşma əlaqəsi olan cümlədə mütləq baş üzvləri iştirak edir. Xeyr, baş üzvlər iştirak etməyə də bilər. Əgər ikinci və üçüncü nöqtənin sözləşməsi varsa, orada uzlaşma əlaqəsi var. Deməli, bu fikir yanlışdır. Yanlış. Eyni söz sintaktik əlaqədə həm əsas, həm də asıl tərəf ola bilər. Bəli, məsəl üçün, xəbər cümlədə həm asıl tərəfdə ola bilər, həm də əsas tərəf ola bilər. Xəbər asılıdır mübtədədən, digər amma ikinci dərəcəli üzvləri özündən asılı eləyə bilir və əsas tərəfi mövqeyində çıxış edə bilir. Bu fikir doğruydu, amma yanlış yazıblar. Adlı xallı söz müstəqil cümlə üzvü olarsa, sintaktik əlaqədə asıl tərəf ola bilməz. Xeyr, bu fikir yanlış fikirdir. Çünki təyin adlı halda olan sözlərimiz var ki, onlar sifətləşib təyin mövqeyindən çıxış edə bilərlər. Daş hasar, dəmir yol, sonra dəri çanta, xəz palto və s. kimi ifadələri göstərə bilərik. Yiyəlik hallı söz heç vaxt cümlə üzvü kimi sintaktik əlaqədə asıl tərəf ola bilməz. Asıl tərəf ola bilər. Biz demişdik ki, biz və şəxs əvəzliyi yəni yiyəlik hal şəkilçisini qəbul eləsə, ikinci tərəfdə mənsubiyyət şəkilçisi olmadığı təqdirdə bu zaman parçalanıb və birinci tərəf təyin mövqeyində çıxış edəcəkdir. Bizim dağlar görünür. Nə edir? Görünür. Nə görünür? Dağlar. Hansı dağlar? Bizim dağlar. Deməli, bu fikir yanlışdır və doğru verilib. Yəni, yanlışın qabağına yanlış verilib. Təsiri hallı söz istənilən məqamda sintaktik əlaqədə asıl tərəfdir. Təsiri halda olan sözlər bilir ki, vasitəsiz tamamlıq olur və vasitəsiz tamamlıq xəbərlə əlaqəyə girib asıl tərəf olur. Amma tamamlığınla aid onu izah edən söz varsa və cümlədə təyindirsə, bu zaman tamamlıq, təsiri halda olan tamamlıq əsas tərəf mövqeyində çıxış edə bilər. Bu fikrimiz də yanlış idi. Bu qədər asan və sadə bir test.